Salam, hər vaxtınız xeyir olsun kanalımın izləyiciləri. Bugün mən sizinlə gilasdan çaxır hazırlayacağıq. Yəni vino çaxır hazırlayacağıq. Budur gilasımızı təmiz, yumuşuq, sapaqlarını təmizləmişik. Burada 8 kilo gilas var. 8 kilo gilasın içərisinə kilo yarım şəkər əlavə edəcəyik və bunu yaxşı əzəcəyik, bax belə. İndi şəkərimizi əlavə edək, başlayaq gilasımızı yaxşı əzək. Kilo yarım şəkər əlavə etmişdim. Turşdu deyə yarım kilo da şəkər əlavə edirəm. 2 kilo şəkər əlavə etdim. Yaxşı əzmişik. Şəkəri tam qarışınca, əriyincə içərisində qarışdırmaq lazımdır. Bir həftə budur belə qarışdırdıq. Hiss olunur ki, qıжqırıbdır. Çaxırımız, gilasımız budur. Çox gözəl qıжqırmış qoxusu gəlir. Belə də olmalıdır. Ağzını kip bağlayın ki, sənək qurd salmasın. Kilo yarım şəkər əlavə etmişdik. Turş olduğu üçün kilo yarım da şəkər əlavə edirəm. Siz əgər turş sevirsinizsə, onda şəkər əlavə etməyin. Şəkərini qarışdıraq, yaxşı həll olsun. Siz istəsəniz taxta qaşıqla da qarışdıra bilərsiniz. Tam qarışdırandan sonra ağzının qapağını örtək. 2 gün dinlənsin yenə, qıжqırsın. 2 gündən sonra süzəcəyik. 2 həftədir, 2-ci həftəsinə keçir, dinlənir. 2 həftə, 2 gün durdu. İndi başlayaq süzməyə. Bax belə, yaxşı sıxmaq lazımdır ki, bütün soxu çıxsın. Möhkəm sıxandan sonra gilaslarımızı belə bir banka götürürük. İçərisinə də yenə ya marli, ya ağ parça, ya cuna bir şey qoyub süzək. Hələ bir neçə dəfə süzüləcəkdir bu. Bugün belə sıxdıq. Bir dəfə də süzəcəyik, qoyacağıq divi, çöksün aşağı. Çökəndən sonra yenə süzəcəyik. Başlayaq süzməyə. Bir dəfə süzdük, yaxşı, təkrar yenə süzək.
Bir dəfə qabıqlı olanda sıxdıq, 2 dəfə də süzgəçdən keçirtdik. Bax, budur belə. Ağzına əlcəyini taxdıq. Bax, belə sancaq vasitəsilə barmağın birindən bir dənə balaca deşik açmaq lazımdır ki, havası çıxsın. Bankanın başını yarımçıq saxlamaq lazımdır ki, qabaranda daşmasın. Bu məndə 15 litrlik bankadır. 15 litrlik bankanın yarısını 2 litrlik bankaya boşaltdım. Buraxaq, qabarsın. Günlük yerə qoymaq lazımdır. Bu dəqiqə yaydır. Kölgəliyə qoyaq, kölgəlikdə yaxşı qabarsın. Çaxır olsun. 1-2 dəfə süzəcəyik. Divinə çöksün bütün kilkəsi. Gilas çaxırımızı bir dəfə bax belə şılaqla süzdük. Hələ ki divində elə çöküntü yoxdur. Tərtəmiz, dupdurudur. Siftə əgər yaxşı, təmiz süzürsünüzsə, ikinci səfər elə kilkəsi olmur. Bir aydır bankada durur. İndidən əməlli çaxır olubdur. Çox gözəl çaxır alınıbdır. Dupduru alınıbdır. Budur bax belə. Çox gözəl duru alınıbdır. Təbii ev şəraitində hazırlanan çaxırımız, gilas çaxırı. Bir aydan sonra da içmək olar, istəsəniz çox saxlaya da bilərsiniz. Çox sağ olun dinlədiyiniz üçün və mənə abunə olub dəstək olmağı da unutmayın. Siz də mənim kimi belə hər bir meyvədən gözəl belə ev şəraitində çaxır hazırlayın.